Mən Əliyev Ağasmay Yaylağalıoğlu, əsli Şamaxı rayonuna anadan olub, hal-hazırda Biləcəri qəsəbəsində yaşayır. 6.000 borc məndən pul alıb ki, maşın alacağımı bildirdi. O da maşın almağının yanında pulu verəndə 4 nəfər şahidim olubdu. Mən pulu istəmişəm, tələb eləmişəm, pulumu qaytarıb verməyib özümə. Sonra evlatlarım həmən pulu üstünə düşdülər ki, mama, biz nə vaxta kimi kvadrant qalacağıq? Pulumuzu alaq, pulu ver, biz ev alaq, torpaq alaq. Mən uca gördüm ki, pulun üstü açıldı. Evlatlarımın yanında baş-başa olacaqdım deyəndə, gətirdim, sirkə içdim. Sirkəni içdiyim müddətdə məni götürürlər Semaşqa xəstəxanasında yatmışam. Yatıb çıxandan sonra mən pulu tələb eləmişəm. Əliyev Ağasmay Yaylağalıoğlundan 6.000 manat pulumu tələb eləmişəm. Mənə pulun əvəzinə mənə dedi ki, Şamaxıda reket var. Mən rekedəm. Mən pulumu tələb eləyə bilmədim. Qorxumdan heç nə bir də əvvəldən ağzımı aça bilmədim ki, çünki bunun qardaşı, Əliyev Ağasmay Yaylağalıoğlunun qardaşı İlham özünü şöbə prezident aparatında şöbə müdürü kimi adlandırmışdı. Məndən 10.000 manat oğlumu dənizə düzəltməyə istəyib. O pulu verdim, çünki qorxumdan dillənə bilmirdim ki, bəlkə evladımı işə düzəldə də onunla əlaqədar danışa bilmirdim. Gördüm ki, nə bu puldan xəbər var, nə mənim evladımı işə götürürlər. Heç bir də iş əldə sübut yoxdur. Axırda mən müraciət elədim Binəqədi Xalq Məhkəməsinə. Binəqədi Xalq Məhkəməsində Abbas Rızayev bir gün mənim işimə baxıldı, işimə xitam verildi. Düzgün baxılmadı. Mənim şahidlərim, 4 dənə şahidim çöldə qaldı, danışdırmadı. Bunun Əliyev Ağasmay Yaylağalıoğlunun qardaşı İlham məhkəmədə olaraq mən çöldə məni tanımaya gördüm ki, Abbas Rızayev Əliyev Ağasmayın maşından düşüb içəriyə dəvət olundu. Sonra mən bununla danışanda dedi ki, ay xanım, mən səni tanımırdım, indi tanıdım. Dedim, tanıdınız mı mən kiməm? Dedi ki, indi tanıdım. Dedim ki, qardaş, bəs siz nə o pulu qaytarırsınız, nə mənim evladımın işə götürmüşsünüz? Bu nə olan şeydir? Dedik, gəl bir kənara çəkilək, kənarda çəkildik. Mən İsmailin qardaşı İlhamın, özünü şöbə müdürü adlandırdığı İlhamın maşınında oturdum. Maşında oturdu, dedi, xanım, gəl bu söhbəti bağlayaq, bir yerdə oturaq, məsləhət eləyərik. Bəlkə sizin bu pulunuzu 6.000 yox, 60.000 ilə əvəzləşdirib verə bilər. Dedim, 60.000 yox. Mənim əvvəlcə evladımdan aldığınız 10.000 pulu, sonra da 6.000 verdiyim pulu, öz pulumu, doğma pulumu qaytarın özümə. Bu, mənə dedi ki, bu ünvandan bu həftə yox, gələn həftə gələrik, bir yerdə oturub məsləhət eləyərik, məsləhətlə sizin pulu qaytararıq. Mən elə bildim ki, həqiqətən elə bir şey var. Gördüm ki, elə bir şey yoxdur. Bu demə məhkəməni uzatmaq istəyirlər ki, mən apellyasiya məhkəməsinə verməyim. Mən zəh vurdum ki, qardaş, gəlin, mənim adamlarım sizi gözləyirlər ki, gəlsinlər danışaq, görə bu pul hava qayıdır. Mənə pulun əvəzində dedi, hara verirsən ver. Mən heç kəsdən qorxmuram. Axırda məcbur qaldım, gəldim apellyasiya məhkəməsinə müraciət elədim. Apellyasiya məhkəməsinə müraciət elədim. Mart ayının 27-si 3-cü ayda Mədinə Bağırova mənim işimə baxdı. Birinci baxışdan işimə xitam verildi. Nə şahid danışdırıldı, nə məni danışdırdı düzgün. Heç bir şahid danışdırmaya işimə xitam verildi. Mən indi ondan ötəri müraciət edirəm ki, sizdən artıq dərəcədə xahiş edirəm ki, əgər Mədinə Bağırova kimi, Abbas Rızayev kimi hakimiyyətdə belə rüşvətxor adamlar varsa, onda Azərbaycanı bunlar pulla satın alarlar. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Hörmətli prezidentimiz bilsin ki, belə. Yəni, belə rüşvətxor Mədinə Bağırova mənim işimə nə əsasən baxmadı? Mənim yoldaşım Müsavat Partiyasında Gəranboy rayonunun üzvü olub, hal-hazırda müharibədə iştirak elədiyinə görə başı pozuldu, rəhmətə gedibdi, məni başsız görüb, adamsız gördü, mənim işimə xitam verildi. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə kömək eləyəsiniz. Mədinə Bağırova, bir gün ondan qabaq, mən Mədinə Bağırova ilə söhbət eləmişdim, Mədinə Bağırova'dan rüşvətxorluğunu mən indi aydın oldu. Bəli. Necə, buyurun. Mənə əvvəlcə də Mədinə Bağırova dedi ki, sizin bu işlə əlaqələrinizi sizə xeyriniz olsun, ola dedim, əlbəttə mənim xeyrimə. Mən elə bildim ki, həqiqətən də qadın qadınlığını başa düşər də, yəqin ki, mənim qadınlığımı başa düşər ki, mənə. Dedi ki, bunun hər şeyini pul həll eləyir. Mənim pulum olmadığını mənim işimi həll eləmədi.